deməli, möhtəşəm bir liderliyi olan bir xanım ChatGPT-də Livgood şirkəti haqqında çox gözəl məlumatlar toplayıb. Gəlin qısaca onları oxuyaq. Deməli, baxmağınızı istəyirəm. Livgood 2022-ci ildə Florida ştatında təsis edilmiş sağlamlıq rifah məhsulları ilə məşğul olan beynəlxalq bir şirkətdir. Şirkət qısa müddətdə qlobal miqyasda genişlənərək Azərbaycanda da fəaliyyətini sürətli inkişaf elətdirmişdir. Görün, qlobal bir saytda yazılan məlumatlara baxın. Livgoodun əsas məqsədi yüksək keyfiyyətli, təbii tərkibli qida əlavələri, sağlamlıq məhsullarını vasitəçilərsiz, sərfəli qiymətlərlə istehlakçılara təqdim etməkdir. Məhsul portfelində aşağıdakılar daxildir. Burada məhsulların bir sıra adları yazılıb. Marketinq və qazanc sistemi. Livgood ənənəvi MLM modellərindən fərqli olaraq abunəlik əsaslı və daha şəffaf bir sistem təqdim eləyir. Diqqət eləyin, qlobal məlumatlara diqqət eləyin. Daha şəffaf bir sistem təqdim eləyir. Bu sistemdə məcburi alış və satış yoxdur. Bal və dövriyyə tələbləri yoxdur. Qol şərti yoxdur. Şirkət hətta heç bir müraciət etmədən, yəni siz dəvətlər etmirsiniz, müraciət etmirsiniz, tövsiyələr etmirsiniz, ayda $2047 qədər komissiya qazanma imkanı təqdim edir. Dostlarını Livgood'a tövsiyə edən və komanda quranlar üçün qazanc potensialı daha da yüksəkdir. Burada isə komanda və idarə etmə haqqında yazılıb. Misal üçün, şirkətimizin CEO-su Ben Gilliski, məhsul inkişafı direktoru Ryan Godkin. Deməli, daha sonra Azərbaycanda fəaliyyəti. Diqqətli olun, Azərbaycanda Livgood yoxdur deyənlər. Livgood Azərbaycanda da sürətli inkişaf edir. Yerli istifadəçilər arasında populyarlıq qazanır. Şirkət məhsullarını, biznes modelini təqdim etmək üçün sosial media platformalarında aktivdir. Bu qədər əsas faktlardır, əsas nəticələrdir. Heç kimə inanmayın. O qədər möhtəşəm bir marketing planla Livgood şəbəkə bazarına giriş eləyib ki, burada qazanmamaq deyilən bir söhbət belə ola bilməz. Hər kəsə uğurlar.